Bugün bildiğiniz kimi Türkiye'nin Antalya şehrinde dünya çempionatına yola düşürük. Muay Thai Federasyası'nın prezidenti olarak ve bu tuttuğumuz idman yolunda bütün idmancılarımıza uğurlar arz edirik. 16 idmancı 4 rəhbər heyətle bu yarışa yola düşürük. Ancak çətinliklərə baxmayaraq, çətinliklərlə də olsa bu yarışı etməyimiz üçün İdman Nazirliyi tərəfindən bizə heç bir köməklik olunmadı. Bildiğiniz kimi İdman Nazirinin şöbə rəisi Elnur müəllim tərəfindən tam olarak qarşımızın alınmasını öz səylərini göstərdi və bildiğiniz kimi Muay Thai Federasyasına əks olarak Kickbox Federasiyasının vitse-prezidentin ve diğer nümayəndələrin yola saldı ve orada karşı durma yaratması için bunları etdi ve biz bilirik ki Dünya Muay Thai Federasiyasının karşısında bizim nüfusumuzu aşağı salmaq için bu addımları atır. Ancak buna baxmayaraq Muay Thai Federasiyası her zaman yarışlarda öz gücünü göstərmişdir. İstir Avropa oyunlarında, istir dünya oyunlarında, istir dünya Avropa çempionatlarında her zaman önde olup bugünkü yarışta da önde olacak. Qabaqda gələn İslam oyunlarına da hazır olacak ve buradan da üzümüzü tuturur. İdman Naziri Fərid müəllimə, cənab nazirimizə üz tuturuq ki, Elnur müəllimin etdiklərini qabağını alsın ve biz Muay Thai'istlərin ve biz idmançılara maneə törədilməsin. Nazirlik tərəfindən heç bir vəsait ayrılmadı və bizim vəsaitdə deyilənlərə görə olduğu kimi Kickbox Elşən müəllimə ayrılmışdı bu vəsait və inanıram ki tez zamanda dövlətimiz, dövlət başçımız bunun qarşısını alacaq, bu dövlət başçımıza çatacaq. Biz buna inanırıq və biz özümüz öz hesabımıza öz necə deyərlər, çətinliyimizlə, uşaqlarla bərabər, məşqçilərlə, vitse-prezidentlə bərabər olaraq axır ki bu komandanın vəsaitini toplaya bildik və bu günləri Azərbaycanın 3 rəngi bayrağını, himisini səsləndirmək üçün Antalya şəhərinə yola düşürük. Biz inanırıq ki bayrağımız ən uzaq pillələrdə olacaq, himimiz də ən uzaq səslərlə səslənəcək. Buradan da birbaşa üz tuturuq Fərid müəllimə, cənab nazirimizə üz tuturuq. Xahiş edirik ki, bu haqsızlığın qabağını alsın, Elnur müəllimin etdiklərini nəzər yetirsin və Muay Thai öz, necə deyərlər, azad fəaliyyət göstərməsinə malik olsun. Ona görə buradan bir daha nazirimizə ünvanlayırıq. Cənab nazir, biz idmançılarımızı və biz idmançı olaraq bunun önünü aldığına görə Elnur müəllim